onlar üçün bir tarakanın ölməsi ilə 1000 insan ölməsi arasında bir fərq yoxdur. İnsan əgər orqan alveri ilə məşğulsa 100% psixopatdır. İnsan əgər uşaq pornosunun çəkilişi ilə məşğulsa 100% psixopatdır. Məcburi həbs eləməlidir, hətta edam olunmalıdır. Çünki başqa yolu yoxdur. Heyvanları öldürmək, valideynə zülm eləmək, valideynə necə də qarşı şiddət göstərmək. Bu neynəsin, dövlət neynəsin? Mən deyirəm, dediyim kimi, ya öldürməlisən, ya da həbsə atmalısan. Bu ehtiramdır, yoxsa bu əyilməkdir? O əslində əyilmək də deyil, o psixopatın özünün öz daxilində yaratdığı bir kodeksdir. Yəni, bir insandan sən ailə qurmaq istəyirsənsə, 18 ay sən evlənməməlisən. Yükünüz hər zaman daşına bilən olsun. 175 yük daşıma və evakuasiya xidməti. Badamlı. Adı və dadı ilə. Salam dostlar, hər vaxtınız xeyir olsun. Qara Qırmızı layihəmiz yenidən efirdədir. Mən və həmkarım Cəlil Cavanşir sizin görüşünüzdəyik. Qonağımız isə həkim, psixoterapevt, yalan və bədən dili üzrə ekspert Elnay Rəhimovdur. Elnay bəy, xoş gəlmisiniz. Elnay bəy, Sağ olun. Sizi yaxından bizim tamaşaçılar tanısın deyə istəyirəm biraz da özünüz barədə ətraflı məlumat verəsiniz. Başqa hansı işlərlə məşğul olursunuz, hansı xəstəliklərə müalicə edirsiniz, sizə işlək. Mən eyni zamanda neurolingvistik proqramlama üzrə, yəni ixtisaslaşdırılmış proqramlar üzrə NLP Master təlimçiyəm. Azərbaycanda Erikson hipnozun, yəni klinik hipnozun rəsmi şəkildə qurucusuyam. Milton H. Erickson Center of Baku'nun rəhbəriyəm. Eyni zamanda polittexnoloqam. The Dark NLP Akademi proyektinin təsisçisiyəm. Xəstəliklərlə işləmək deyəndə mənim əsas ixtisaslaşdığım sahə həyəcan pozuntularıdır, fobiyalardır, pis vərdişlər və davranışlardır, zərərli sevgi münasibətlərinin, bağlılıqların sındırılmasıdır, psixosomatik allergiyaların müalicəsidir, psixosomatik, yəni psixoloji kökənli ağrıların müalicəsidir, psixotravmaların müalicəsidir. Nevroloji ağrılar. Yox, nevroloji ağrılar başqadır, psixoloji ağrılar başqadır. Yəni səbəb sırf psixosomatikdir, yəni organik bir səbəb yoxdur. Yəni bu sahələrlə aktiv şəkildə məşğul oluram. Sizif əzabı deyirlər, yəni fantom ağrılar ola bilər. Məsələn, deyək ki, hər hansı bir hərbiçi minaya düşüb, deyək ki, ayaq amputasiya olunub, kəsilib, amma orada ayaq olmamasına rağmen ağrı var. Ayaq ağrıyır. Bəli. Və yaxud da o psixosomatikdir. Bəli. Bu tip problemlərlə məşğul oluram. Mövzumuz psixopatlardır. Gəlin elə oradan başlayaq ki, psixopatlar kimlərə deyilir? Ümumiyyətlə, psixopat dedikdə antisosial şəxsiyyət pozuntusu nəzərdə tutulur. Yəni, psixopatı insanlardan ayıran təməl xüsusiyyətlərindən biri, yəni loru dillə desək, vicdanın olmamasıdır. Yəni, başqalarının ağrısını, əzabını, acısını hiss etməməkləridir. Yəni, belə deyək ki, onlar üçün bir tarakanın ölməsi ilə 1000 insan ölməsi arasında bir fərq yoxdur. Yəni, insanlığa cavab verən bəzi duyğular var amigdalada. Deyək ki, həyat sevincidir, kədərdir, təəccübdür, iyrənmədir, rahatlamadır, fəxr etməkdir. Bu cür duyğular onlarda yoxdur. Üz maska sifətidir. Yəni, o insanlar illərlə başqalarının üz mimikalarına baxıb onları kopyalamağı öyrənirlər ki, güya ki, onlar da bunları hiss edirlər. Əslində, onlar bunları hiss eləmirlər. Hər şey saxtadır. Bəli, onlar iki tip emosiya hiss edirlər. Birincisi, iti emosiyalardır. Seks, qumar, narkomaniya, adrenalin tələb edən məsələlər. Bir də ki, aqressiya. Hətta aqressiyaları belə bir də görsən, yəni saxta olur. Sadəcə belə oyun şəklində olur. Aqressiyanı oynayırlar yəni. Bəli, aqressiv rolunu oynayırlar onlar. Yəni, qalan emosiyaların nə olduqlarını ümumiyyətlə bilmirlər. Sevgi nədir onu bilmirlər, hiss eləmirlər. Sadəcə üz mimikalarını o qədər kopyalayırlar ki, insanların onu göstərə bilirlər. O da ki, hər psixopata aid deyil indi. Daha irəli zamanlarda izah edəcəm, psixopatların özlərində növləri var. Bu doğuşdan yaranan bir şeydir, psixopatlıq, yoxsa yəni necə ola bilər ki, bir insan anadan gəlmə vicdansız olsun da? İzah eləyəcəm. Yəni, ümumiyyətlə, şəxsiyyət pozuntuları çoxdur. Məsələn, şizoid şəxsiyyət pozuntusu var, paranoid şəxsiyyət pozuntusu var, isteroid şəxsiyyət pozuntusu var, çəkingən şəxsiyyət pozuntusu var, aslı tipi şəxsiyyət pozuntusu var, şizotipal şəxsiyyət pozuntusu var, yəni narsistik şəxsiyyət tipi pozuntusu var. Yəni, bunlar uşaqlıq dövründə və ən gecə yeniyetməlik dövründə formalaşır, yanlış tərbiyə əsasında, yanlış yönləndirmə əsasında. Lakin psixopatiya xaric, psixopatiya anadan gəlmə olur. Yəni, insan bununla doğulur.
Yəni bu anadan gəlmə fiziki qüsur olduğu kimi anadan gəlmə psixoloji qüsur da ola bilər də. Bəli, yəni psixopatiya xarakterin patologiyasıdır və bu anadan gəlmə olur. Yəni bir uşağın psixopat doğulmasını əngəlləmək təəssüflər olsun ki, nədir, mümkün deyil. Bəs sonradan necə psixopatlıq yarana bilər? Xeyr. Sonradan psixopata bənzər davranışlar meydana gələ bilər. O da nədir? Travma sonrası stres pozuntusundan meydana gələ bilər. Onların adı başqadır artıq. Bəli. Yəni tipdən narsistikdir falan. Yox, o belə deyək. Deyək ki, şizofreniyadır. Əhməd olayından yəqin xəbəriniz var. Ailənin 500 üzvü qətlə yetirilmişdi. Orada şizofreniyada həmin o ruh halına insan girəndə psixopata bənzər davranışlar sərgiləyir. O ruh halının təsiri getdi, artıq o olmur. Amma normal psixopatda 24 saat ağıllı başla o ruh halı Onda var. belə çıxır O ki, biz şəkildədir. psixopatları qınaya bilmərik də. Yox, o demək yox, psixopatları qınaya bilmərik deyə bilmərik. Niyə görə? Çünki psixopatlar da tənqidi düşüncəyə müəyyən dərəcədə sahibdirlər. Özləri nə etdiklərini bilirlər. Şizofreniyada bu belə deyil. Onlarda anlaksız, psixopatlarda anlaksız vəziyyət deyil. İdarə edə bilirlər. Bəli, bəli, onlarda anlaksız vəziyyət olmadığına görə məhz onlar cinayət məsuliyyətinə cəlb olunur və psixiatriyada, klinikada müalicə onlara aparılmır. Psixopatlara cinayət məcəlləsi düşür. Bəli, düşür. Bax indi bu adam doğuşdan indi lalkar adamlar var da, tutaq ki, biz onları necə qınaya bilərik? Sən niyə danışırsan? Yox, mən sizi çox yaxşı başa düşürəm. Burada qınamaq məsələsi bir balaca mübahisəli məsələdir. Nəyə görə biz psixopatlara cinayət işi açırıq? Çünki çox təhlükəli olduqlarına görədir. Hədsiz dərəcədə. Bəli, bəli. Yəni lap deyək ki, yaxşı başa düşürəm. Onda günah yoxdur, başa düşdüm. Günah yoxdur. Amma bəs insanlığa təhlükədir axı. Nə etməlisən sən? Bəs biz ətrafımızdakı psixopatları normal psixopatik davranış göstərən insanlardan necə ayırd edə bilərik? Onun xəstəlik tarixçəsini araşdırmaq lazımdır. Yəni uşaqlığını araşdırmaq lazımdır. Normal, adi gözdən baxıb biz onu təəssüflər olsun ki, psixopatları çox vaxt normal halda tanımaq mümkün deyil. Çünki onlar başlanğıcda mələk kimi görünürlər. Hətta siz deyərsiniz ki, yəni bundan dünyada gözəl insan yoxdur. Dediniz ki, psixopatların hissləri olmur da, demək olar ki, insani hisslər olmur, empatiya hissi olmur, sevmək, darıxmaq. Bu bir çox insanın soyuqqanlılığını göstərir də. Bəs hər soyuqqanlı insana psixopat demək olarmı? Xeyr. Yəni ki, o sevgisini biruzə verməyən adamlar çoxdur. Sevgisini biruzə verməyən adamlar tamamilə başqa bir şey, kateqoriyadır. Ola bilsin ki, o travma alıb, qəlbi qırılıb, incidilib, davamlı olaraq zorakılığa məruz qalıb və onda dissosiativ pozuntu meydana gəlib. Dissosiativ pozuntu nədir? Sanki insan öz bədənini o duyğulardan ayırır. Məsələn, ağır zorakılığa, zorlamağa, təcavüzə məruz olmuş qadın bəzən prokuraturada ifadəsini o şəkildə verə bilər ki, sanki bu hadisə onun başına yox, başqa birinin başına gəlibdir. Bu başqa bir şeydir tamamilə. Utancaqlıqla bağlı ola bilər yoxsa? Yox, utancaqlıqla yox, daha çox alınan ağır travmalar nəticəsində insan psixikasının müdafiə mexanizmi ilə bağlantılıdır, dissosiativ pozuntu ilə. Yəni o soyuqluq. Psixopatda olan soyuqluq isə anadan gəlmədir. Onun hər hansı bir travma almasına ehtiyac yoxdur. Yəni o elədir sadəcə. Hətta bir psixopat özünü belə təsvir eləmişdi. Mən ruhu olmayan canlı bir cəsədəm. Psixopat özünü təsvir edən. Bəzən psixopatın özünün də intellektual olan formaları olur ki, konkret özünü dərk edir, deyir, amma mən beləyəm də, nə edə bilərəm ki? Olur. Ümumiyyətlə, psixopatların 3 forması var. Birinci forma açıq-aşkar kriminal həyat tərzi sürən psixopatdır. Cinayətkarlardır. Yəni daha doğrusu orqanizə qruplarını necə deyirlər, təşkil edir. Bunların bir alt qrupu da var, sosiopat. Yəni sosiopatla psixopatın fərqi var. Sosiopat anadan gəlmə olur. Sonradan yanlış tərbiyə nəticəsində, yanlış ətraf nəticəsində formalaşır. Deyək ki, ətraf narkomandır, oğrudur, banditdir və ilaxır və s. Sosiopat psixopatın daha uğursuz formasıdır, daha impulsiv formasıdır. Emosiyalarını idarə edə bilmir. Amma onlarda da ən azından heç olmasa heyvanlara qarşı nə olur? Mərhəmət olur. Az-maz da olsa, ən azından xırda da olsa empatiyanın qırıntıları olur. Psixopatlarda o da yoxdur. Psixopatlarda o da yoxdur. O dediyiniz heyvanlara qarşı o mərhəməti olan deyirsiniz. İndi məsələn, mən görmüşəm də heyvansevər adı ilə, düzdür, indi heyvansevərlər normal insanlar da var. İnsanlara nifrət edib heyvanı sevən adamlar var. O aldığı travmalar ilə bağlantılıdır. Psixopatlarla bağlı. Yox, xeyr. O sadəcə nədir? O qədər haqsızlıq görüb ki, ona görə özünü qapadıb. O başqa şeydir tamamilə. Amma psixopatların keçmişini əgər incələsək, heyvanlara əzab vermək, onları öldürmək, onlara olmazın işgəncələr vermək keçmişi vardır mütləq.
Hər psixopatın həm də eyni zamanda hiperaktivlik necə deyirlər, keçmişi də Onda vardır. belə demək olar, məsələn, satanistlərin %90-ı psixopatdır. Fakt deyil. Satanistlərin bir qismi tez təsir altına düşənlərdir. Yəni onların daha əksəriyyəti doğrusu heyvanları işgəncə verməyi daha doğrusu axmaqdır desək daha yaxşı olar. Axmaq insan nədir? Axmaq insandan cahil insan arasında fərq var. Cahil insan biliyi olmayan adama deyirlər və bilik və bacarığı olmayan adama deyilir. Yəni istəsə öyrənə bilər, istəsə özünü inkişaf etdirə bilər. Yəni o qabiliyyət, bacarıq hələ ki onda yoxdur. Amma axmaq insanda isə həm bilik, bacarıq yoxdur, həm də yeni düşüncələrə qapalıdırlar, tənqidi düşüncəyə qapalıdırlar, öyrənməyə qapalıdırlar. Ümumiyyətlə Öyrənmə ehtimalları da yoxdur yəqin. Demək olar ki, yoxdur. Və bir mənalı olaraq güclü bir insandan gəlmiş təlqini və yaxud da propagandanı sorğulamadan qəbul eləməyə meyillidirlər. Ona görə avtoritar rejimlərdə yaxşı insanlar elə bir cinayətlər törədə bilir ki, acımasızcasına. Amma deyir ki, mən bunu maskalayır, mən əmrləri yerinə yetirirdim. Mənim böyüyüm belə deyirdi. Yəni burada məsələ sizdə insan özünü əgər yaxşı insan hesab elədi və pis əməllər görürsə, artıq ondan təhlükəli insan yoxdur belə baxanda. Mən sizdən bir şey soruşum, elə tam məqamına gəldik. Yəqin ki, siz də rastlaşmısınız. Dünyada tez-tez daha doğrusu 60-cı illərdən bu yana Amerikanın müxtəlif ştatlarında müəyyən təriqətlər çıxırdı. Avropada da olub, amma az olub. Təriqətlər çıxırdı, yığılırdılar, böyüyürdülər və sonra bir kütləvi intihar hadisəsi baş verirdi. Ya zəhər içirdilər, ya özlərini yandırırlar, falan edirdilər. Bu qismən məsələn Azərbaycanda da bu tipli təriqət toplantılarına rast gəlirik də. Məsələn, bir dəstə yığılır, özünü İbrahimi dininin ardıcıları hesab edirlər, ölülərini salafana bağlayıb bastırırlar və özlərini peyğəmbər hesab edirlər. Bu tip şeylər dini təməlli, şuursuz davranışlar deyək də. Məsələn, birdən 100 adam intihar edir bir yerdə, bir qəsəbə intihar edir bir yerdə. Bunlar psixopatiyanın nəticələridir, yoxsa psixopata bənzər davranışlardır onlar. Xüsusi bir ruh halında yerinə yetirilir, təlqin verilir. Məsələn, onların liderlərindən bağlı nə düşünürlər? Liderləri bəli, mütləq psixopatdır. Baxın, sizə bir dənə maraqlı bir tüyo verim. Çox maraqlı bir şeydir. İstənilən sahədə psixopat ola bilər. Məsələn, uşaq baxıcısı da psixopat ola bilər. Qadın psixopatlar var, uşağa zülm eləyirlər. Məktəb müəlliməsi də ola bilər, nazir də ola bilər, polis rəisi də ola bilər. Amma burada bir əmma var. Bəzi sahələr var ki, orada əgər insan varsa o 100% psixopatdır. Məsələn, bir insan qadın satıcılarının başında durursa, yəni aracı deyil, birbaşa onu orqanizə edirsə o 100% psixopatdır. Bir insan alverini fahişəliklə bəli. İnsan necə orqan alveri ilə məşğul olursa, yəni o mənada. Yəni insan əgər orqan alveri ilə məşğulsa 100% psixopatdır. İnsan əgər uşaq pornosunun çəkilişi ilə məşğulsa 100% psixopatdır. İnsan əgər böyük terrorlara necə deyirlər orqanizə edirsə, yəni hər bir şey terrorun özünü törədən yox onlar da qurbandır. Terroru orqanizə edirsə 100% psixopatdır. 11 sentyabr Amerikadakı hadisələr. Onu təşkil edən mütləq şəkildə 100%. Yəni bəs pedofillər, zoofillər necə? Aha. Bu çox maraqlıdır. Pedofiliya, zoofiliya əslində anormal cinsi davranışlar kateqoriyasına aiddir. Belə pedofil tək başına özü əslində təhlükəli deyil. Belə əksinə zəif, necə deyirlər, aciz, qorxaq, uşaqları konfetlə nəyləsə şirnikləndirən, o insanın babası da ola bilər, əmisi oğlu da ola bilər, xalası oğlu da ola bilər, bu adamlar da ola bilər. Qadın pedofillər də var yeri gələndə. Yəni amma bir əmması var. Bir pedofiliya, psixopatiya ilə birləşəndə, şizofreniya ilə birləşəndə çox ağır fəsadlar, seriya qatilləri və necə də zorlamalar və öldürmələr meydana gəlir. Mən indi bax nəyə qeyd edirəm? Bayaq psixopatların növlərindən danışdıq. Açıq-aşkar kriminal həyat tərzi sürən. Sonra gəlir ikinci növ psixopat var ki, buna çox funksional psixopat deyirlər. Bunlar uğurlu adamlardır. Məşhur prezidentlər, Adolf Hitler, Yosif Stalin kimi. Çox savadlı adamlar olur. Yəni ümumiyyətlə psixopat anadan gəlmə olur. Əgər psixopatın ailəsi, ətrafı yaxşı olarsa, təhsilli olarsa, çox funksional psixopat meydana gəlir. Belə cinayəti də başqalarının əli ilə törədirlər. Bəli. Məsəl üçün bir Amerikada bir nəfər cərrahı tutublar. Nə üstə tutublar? Sən demə əməliyyatdan sonra, hər əməliyyatdan sonra öz adının baş hərfini skalpellə hansısa bir formada əməliyyat etdiyi adamın
orqanına yazırmış. Və bu çox funksional psixopatiyadır. Daha sonra da var manyaklar, amma manyak olmaq üçün, yəni biz seriya qatillər, əzabla insanı öldürənlər təkcə psixopatiya yetərli deyil. Ya sadomazoxizm olmalıdır, ya əlavə şizofreniya ora qoşulmalıdır və əlavə şəxsiyyət pozuntularından biri olan şizoid şəxsiyyət pozuntusu da ora qoşulmalıdır, ya da ki pedofiliya qoşulmalıdır. Bu zaman çox təhlükəli, necə deyirlər, yırtıcılar, bunlara yırtıcılar deyirlər. Təhlükəli insanlar meydana gəlir. Mən belə başa düşdüm ki, bu sadistlər, mazoxistlər, hər sadizm mazoxizm yox. Sadizm və mazoxizm əgər psixopatiya ilə birləşərsə, yəni özündə psixopatiya sayılmır da. yox. Normal Bir də görsən normal insanda da belə bir şey ola bilər. bu seksual pozuntu sayılır. Yəni buna nə var? Seksual pozuntular iki cür olur adətən. Biri var cinsi disfunksiyalar. Məsələn, kişidə erektil disfunksiyalar var və yaxud da deyək ki, tez boşalma var. Bu disfunksiyadır. Qadında deyək ki, vaginizm var. Məsələn, düzdür, o biraz psixolojidir məsələn. Bunların hamısının orqanik və psixoloji səbəbləri də var. Amma bir də var ki, anormal cinsi davranışlar. Bunlar başqadır. Onlarla bağlı istəyirəm sizə sual verim ki, bunları təsnifləndirəndə necə təsnifləndirmək olar? Məsələn, biz bu yaxınlarda birlə yaxın olardı, bir psixoloqla bu barədə söhbət eləmişdik. Məsələn, bilirsiniz də, qrup seks maraqlıları var, nə bilim, biseksuallar var, nə bilim, öz həyat yoldaşını başqası ilə dəyişmək, nə deyirəm, swingerlər var falan. Bunlar psixopat davranışlardır, yoxsa seksual pozuntulardır? Seksual pozuntulardır. Amma psixopatiya ilə birlikdə görünə bilərlər. Onda daha təhlükəlidir. Amma məsələn, müəyyən yaş həddindən sonra onun seksual istəyi azalandan sonra o şeyləri yəqin ki, eləməyəcəkdir. O fakt deyil. Amma sizə bir dənə bir şey deyim. Anormal cinsi davranışlarından hər biri müalicə oluna bilər. Bir dənə pedofiliyadan başqa. Onda pedofillər həbs olunmalıdırmı? Bəli, məcburən. Tam üzərinə gəldik. Bu yaxınlarda Məcburən. Azərbaycanda bir hadisə baş vermişdi. 13 yaşlı qız 26 yaşlı bir kişidən hamilə qalmışdı və uşaq dünyaya gətirib. Bax, bu tip hadisələrdə cəmiyyət olaraq bizim təpkimiz bəllidir. Biz bu pedofiliyaya da qarşıyıq, uşaq istismarına da qarşıyıq, erkən nikahlara da qarşıyıq. Amma elm, psixologiya və yaxud da ki, dövlət, bax, burada nə cür davranmalıdır? Məsələn, məcburi həbs eləməlidir, hətta edam olunmalıdır. Çünki başqa yolu yoxdur. Çünki birbaşa necə deyirlər təhdiddir. Yəni bu qarşısını alırmı? Məsələn, bu cəzalar, o həbslər, dediyiniz edam cəzası olsa belə. Bizdə edam yoxdur, bizdə ömürlük həbs var ona əvəzində. Yəni qismən qarşısını alır. Demək olmaz ki, heç almır. Yəni psixopatlar bundan qorxurlar da, çəkinirlər. Yox, psixopat onsuz da ondan qorxan deyil. Psixopat ümumiyyətlə pedofil qorxur. Pedofil qorxur. Bax sizə bir dənə bir şey deyim. Psixopatı onsuz da bax, psixopat necə bir şeydir? Psixopatda ümumiyyətlə ağrı hissiyatı da çox zəifdir. Yəni ağrı paraku onlarda çox güclüdür. Yəni təsir eləmir çox şeylər. Üstəlik də qorxu onlarda gələcəyə aid bir qorxu yoxdur. Mən səni belə eləyərəm, filan şey eləyərəm deyə psixopat qorxan deyil. Sən eləyərsən, yox da. Bıçağı məsələn dirək onun boğazına həmin anda müəyyən stres keçirdə bilər. Yəni real time-da qorxu var. O da çox uzun müddətli qorxusu yoxdur. Uzun müddət, yəni birdən nəsə bir şey olar, elə bir qorxu yoxdur. Yəni onlardan. Bəs gələcək qorxusu olmayanların hamısı psixopat sayıla bilərmi? Gələcək qorxusu az-çox hər kəsdə var. Kim deyirsə yoxdur. Bivec adamlar var məsələn. Yox, bivec adamlar heç nə düşünmürlər. Yox, zaten itirəcəyi bir şey olmadığına görədir. Amma onlar da necə deyirlər, onlarda da var. Yəni demək olmaz ki, heç yoxdur. Yəni miqdarı var. Qorxu ümumiyyətlə nədir? Dozalanan necə deyirlər bir. Sabah 5 manat atırsansa, artıq sənin gələcək qorxu. Bax başa salım da. Yəni qorxu, deyək ki, narahatçılıq, qorxu, deyək ki, həyəcan, panika, dəhşət, terror. Bu dozalanır da artır yavaş. Onun da özünün miqdarı var da. Kimdəsə azdır, kimdəsə yoxdur. O deməkdir ki, heç yoxdur. Bəs dediniz doğuşdan yaranan bir şeydir psixopatlıq. Bir ailədə psixopat uşaq dünyaya gəlib, böyüyür valideynlərinin gözünün qabağında. Valideynlər normal insanlardır. Onu necə müəyyən edə bilərlər ki, bu uşaq psixopatdır? Hə, psixopatın müəyyən olunması üçün bəzi meyarlar var. Həddindən artıq çox yalan danışmaq, patoloji cəhətdən. Fantaziya yalanları yox ha. Uşaq bir də görsən fantaziya olur. Etdim atamla nə bilim apardı məni Amerikaya gəzdirdi, belə şeylər yox. İnsanlara birbaşa zərər verən yalanlar. Təsirli yalanlar. Bəli. Yəni az yaşdan siqaretə, içkiyə başlamaq.
Yəni deyək ki 10 yaşından, 9 yaşından, 8 yaşından. Daha sonra məktəbdə deyək ki yanğınlar çıxartmaq, heyvanları öldürmək, valideynə zülm eləmək, valideynə necə də qarşı şiddət göstərmək. Düzdür, bunlar da 100% necə deyirlər, psixopatiya qarantiyası vermir. Lakin gələcəkdə olmaq şansı böyükdür. Bəs bunların heç birini göstərməyən, bu əlamətlərin heç birini göstərməyən psixopatlar da varmı? Ki, məsələn, şiddəti yoxdur, siqaret çəkmir, içmir, narkotik istifadə eləmir. O çox nadir hallarda olur. Amma Mütləqdir. Əsasən psixopatlara verilən ən əsas suallardan biri heyvanlara zülm edən bir keçmişin olubmu? Budur. Yəni evdə pişik, it Pişik, saxlayırsa, qulaqlarını kəsir, üzvlərini elə bir ki amputasiya eləyir. artıq yəni Bağırsaqlarını bıçaqla deşir çıxardır. Yaxşı, onu elə oradan gəlib çıxmışkən ora bax o psixopatların müalicəsi varmı? Necə müalicə eləyirsiniz onu? Müalicə deyilən bir şey yox. Bəs onda həkim nəyə lazımdır ona? Həkim heç bir şey eləyə bilməz ona. Ona heç kim heç bir şey eləyə bilməz. Ancaq islah eləmək lazımdır. İndi sual verir. Onları nə saxlaya bilər? İki şey saxlaya bilər. Ya ölümdür, ya da həbsdir. Başqa heç nə. Amma onlar həbsxanada da təhlükəli ola bilərlər də. Yəni Həbsxanada belə bir insanları ancaq tək kamerada saxlamaq lazımdır. Müalicəsi yoxdur. Yoxdur. Doğuşdan gəlir, genetik bir problemdir və bu düzəlməyən bir şeydir. Bu neynəsin? Dövlət neynəsin? Mən deyirəm, dediyim kimi ya öldürməlisən, ya da həbs atmalısan. Başqa variant yox. Öldürmə insan haqlarına qarşı yəni. Ən azından həbs atmalısan. Necə müəyyənləşdirəcəksən onu doğulan kimi? Yox, onu yox. O nəsə bir cinayət eləyəndən sonra. Bir dəqiqə. İlk öncə onu deyim ki, 18 yaşına çatmayan bir fərdin heç kim şəxsiyyət pozuntusu diaqnozu qoymağa ixtiyarı yoxdur. Şəxsiyyət pozuntusu psixopatdır. Yox, təkcə psixopat deyil, istənilən şəxsiyyət pozuntusu. 18 yaşına çatana qədər hələ o nəzarət altında olmalıdır. Başa düşürsünüzmü? Evdə valideynlər. Bəli. Yəni o vaxta ki, çünki o elə olmaya da bilər. Bəzən səhv salınır, sosiopat ola bilər, bəlkə narsistdir, heç o deyil. Adamı müəyyənləşdirdin 18 yaşından sonra zaten məlumdur ki, nədir? 18 yaşında adamı müəyyənləşdirdin, bir adamın oğludur, evladıdır, baxmayın da anadır, atadır, evladını sevir. Amma bir də belə bir şey var, çox çox funksional psixopat cinayət işləmir axı. Məsələ burasındadır. Yəni onun cinayəti açıq-aşkar deyil. Bir də görsən uğurlu adam olur. Söhbət nələri, kimləri tanımaq lazımdır, manyakları əsas tanımaq lazımdır. Bir də açıq-aşkar kriminal həyat tərzində. Onun da dərəcəsi var da, psixopatların dərəcələri var. Bizdə hər hansı belə ölkə olaraq hansı tədbirləri görürük? Bu psixopatlar, məsələn, sizin sırf sahəniz... Düşünürəm ki, belə bir tədbir görülmür, çünki onları tanımaq çətindir. Məsələn, sizə gəlib müraciət edən olubmu ki, məsələn, oğlumdan şübhələnirəm, ərimdən şübhələnirəm, nə bilim, qardaşımdan şübhələnirəm ki, psixopatdır. Olub belə şey? Olub, bəli. Onu təyin eləmək, yəni sizin üçün rahatdırmı, yoxsa... Mənim üçün çox rahatdır. Mən danışdıranda bilirəm, amma üzbəyüz oturmalıyıq. Məsələn, təyin elədiniz ki, Cəlil Cavanşir psixopatdır. Hansı tədbiri görürsünüz? Heç bir tədbir görə bilmərəm. Məsələn, yollayıram, gedir. Mühafizə orqanlarına məlumat verməli filan. Deyək ki, bu adamın qətl təəssüflər olsun ki, heç nə. Ortada bir şey yoxdursa, nə edəcəksən? Qanunvericilikdə belə bir şey, tələb yoxdur. Məsələn, yıxılıb gedirsənsə, həkim mütləq polisə xəbər verir ki, filan kəs gəlmişdi, qolunu yox, belə bir qanunvericilik yoxdur bizdə. Yəni sizdə psixopatlar ki, bu psixopatdır, gəlin bunu aparın. Elə bir şey yoxdur. Yəni sizin o barədə məlumat vermək hüququm da yoxdur. Üstəlik belə bir şey var. Bax, dərd də orasındadır ki, nəyə görə psixopatlara qarşı tədbir görülə bilmir? Psixopat bir də görsən heç insana zülm eləmir. Elə gəlir, gəzir, ətrafında dolaşır, onu qorxudur, o da bəs edir. Real cinayət yoxdur ortada. Nə edəcəksən? Dünya təcrübəsində necədir? Dünya təcrübəsində də elə vəziyyət aşağı-yuxarı budur. Çox çətindir. Ümumiyyətlə, ailədə psixopat əgər varsa, deyək ki, daha çox kişilərdə daha çox rast gəlinir də, qadın psixopatlarda var, amma azdır. İndi mən evlilikdə deyək ki, bir modeli izah edeyim. Məsələn, deyək ki, ər psixopatdır, qadın da deyək ki, qurbandır da. Belə bir halda qadın artıq qaçış planını əvvəlcədən hazırlamalıdır. Hətta qazancı olmasan belə, ərinin verdiyi qəpik quruşları toplayıb bilet pulunu elə bir düzəltməlidir ki, oradan qaçsın. Onunla mübahisə eləyəndə qapıya yaxın yerdə mübahisə eləməlidir. Heç vaxt evin ortasında yox. Və qohumlarına tapşırmalıdır ki, tez-tez, spontan olaraq onların evinə gəlsinlər, getsinlər. Bəlkə öldürən momentdə zor tətbiq edən yerdə üstünə çıxsınlar. Yəni adam psixopat olduğunu biləndən sonra artıq
boşanmalıdır da. Yəni ən yaxşı yol Ümumiyyətlə yadda saxlayın ki, yaşamaq bəzi şeylər var ki, məsələn, ağır psixiatrik xəstəlikdir, psixopatiyadır, fiziki şiddətdir, kriminaldır, narkotik maddə içkidən asılılıqdır. Əgər müalicə olunmaq istəmirsə, qumar asılılığıdır. Əgər müalicə olunmaq istəmirsə, bu mütləq boşanmaya gedilməlidir. Başqa variant yoxdur. Yəni psixopat olduğu şey. Biz istəyirəm mən konkret nümunələri üzərində danışaq biraz da. Məsələn, sizin belə bir təcrübəniz olub bu ki, məsələn, sizin yanınıza gələn, sizə müraciət edən insanlardan psixopatlar olub və onlardan hansı sualları vermisiniz və sizə nə cavab veriblər və o özü sağalmaq istəməyə cəhd eləyib, məsələn, o psixopat. Psixopat bir də görsən bic olur. Deyir ki, bəli, mən sağalmaq istəyirəm. Mənə bir uşaq gətirmişdilər, az yaşlı, hardasa 10-11 yaşlarında. Üzdə təsəvvür eləyin ki, emosiya yoxdur. Bildiyiniz maska bir sifət. Ancaq elə belə saxta gülmək var. Bu təsəvvür eləyin ki, anasına PlayStation aldırmaq istəyirdi. Anası buna PlayStation almadı. Yumruqla vurmuşdu, şüşəni qırmışdı, şüşə də vətərini kəsmişdi. Elə də rahat gedib yatmışdı. Gətirdilər, həkimə göstərdilər. Həkim dedi, uşaq bu ağrıya necə dözüb? Ondan sonra bir balaca şikəst zad qalmışdı ki, ondan sonra daha bilmədim sonra nə oldu. Reabilitasiya getdi. Yəni, ona sual vermişdim ki, sən başqalarını incidəndə nəsə bir şey hiss edirsən, deyir, yox. Yəni, mərhəmət hissindən məhrumdur. Qətiyyən. Müharibə cinayətkarları var da. Məsələn, Hitleri siz dediniz, amma Hitlerin ətrafında onun ətrafında olanlar qurbandırlar. Yəni məsələn Göbbelslər, nə bilim Stalin ətrafındakı o Beryalar, nə bilim kimlər, bunlar hamısı qurban sayıla bilərmi? Çünki onlar fürsətdən %90% qurbandır. 10% elə özü formatında orada həm də ola bir bilər. qisas hissi məsələsi də var. Yəni düşmənçilik o %90 qurbandılar. Yəni daha tez təsirə düşən insanlardılar. Məsələn, insan nəyin daha çox təsirinə düşür? İdeologiyanın, sektanın. Ən güclü ideologiya da biz bilirik ki, dini ideologiyadır. Yəni, birbaşa insanın nəyinə təsir edirlər? Emosiyalarına təsir edirlər. Sizə qayğısız yanaşıblar. Sizi sevməyiblər, elə deyilmi? Çox tanış söhbət. Sizə hörmət eləməyiblər, elə deyilmi? Amma gəl bizim ailəyə, səni sevəcək, sənə hörmət edəcək, səni istəyəcək. Çox tanış söhbətlərdir. Yəni belə insanları toplayırlar, daha sonra artıq Kruşoka keçəndən sonra başlayırlar idarə eləməyə. Psixopatları idarə eləmək mümkündürmü? Yox. Psixopatı normal adam idarə eləyə bilməz, gərək peşəkar olasan. Çünki nəyə görə? İdarə nəyin əsasında olur? Emosiyaların əsasında olur da, düzdür? Yəni ümumiyyətlə belə deyək də, kim ki sənin emosiyalarına təsir edib səni özündən çıxarda bilirsə, idarə onun əlindədir, pult onun əlindədir. Məsələn, psixopat aşıq ola bilməz. Yox. Psixopatda emosiya olmayan, emosiya yoxdur. Sən onu necə idarə edə bilərsən? Ancaq bir yolla. Gərək psixopatın maraqları doğrultusunda hərəkət edərək. Maraq dairəsi olur. Başının üstündə durub təpəsinə qapazı vurmaqla mümkündür, heç olmasa onu idarə eləmək. Yoxsa ondan da qorxmur. Psixopat özündən çox güclü insana hörmət eləyə bilir. Qorxmaq yox, hörmət edir. Gücə hörmət eləyə bilir. Bu ehtiramdır, yoxsa bu əyilməkdir? O əslində əyilmək də deyil, o psixopatın özünün öz daxilində yaratdığı bir kodeksdir, saxta bir kodeksdir, belə deyək. Bəs psixopatlarda ləyaqət hissi necədir? Varmı, yoxsa tamamilə? Vicdan, ləyaqət yoxdur. Heç bir şey yoxdur. Yəni bu tip insanlar, belə deyək də, el dilincə hər şey gözləyə biləcəyimiz adamlar. Bəli. Bir insandır, həyata belə gəlib də bu insan. Bax, indi digər həyata gələn psixoloji pozuntu ilə, məsələn, serebral ifliclə dünyaya gələn insan var ki, ömrünün sonunacan yazıq elə yaşayır. Bu psixopat, yəni bunda günah yoxdur da belə götürəndə, həyata belə gəlib. Ona qalsa heç kimdə günah yoxdur. Yox, indi mən məsələn, mən psixopat deyiləm, amma arada məsələn, tutaq ki, gedib bir, məsələn, indi Rəşad Dağlı var da, bizim o meyxana deyil. Adam normal adam idi, meyxana deyirdi, bir affekt halında getdi bir cinayət iş gördü də, günah işlədi də bu. Amma bir də var ki, bu doğuşdan belədir. Və bunu yaradan da belə yaradıb. İndi bizə də deyirlər ki, məsələn, o psixopata deyirlər, sən kafirsən, sən cəhənnəmə gedəcəksən, sən nə bilim nə olacaqsan.
Bu məsələlərdə adam ilişib qalır ki, bu yazığın günahı nə idi? Bu niyə belə doğuldu və niyə görə indi Mən də sizə bir dənə cəhənnəmdir məsləhət ki? görüm. Ümumiyyətlə, niyə sualı verməklə özünüzü çətinə heç vaxt salmayın. Bir şeyin niyə olduğunu faktən heç vaxt bilə bilmərsən. Bax, sual verirəm ki, ağacın yarpaqları niyə yaşıldır? Deyəcəksiniz ki, orada xlorofil danələri var da, ona görə yaşıl rəng. Yaxşı deyəm, xlorofil danələri niyə yaşıldır? Yəni bu niyələr Yəni bir şeyin, yəni həyatda əgər sən alim deyilsənsə, sən əgər deyək ki, elmi araşdırmacı Sahibi deyilsənsə, alim deyilsənsə. bəli, müəyyən bir sahədə. Niyə sualı vermək, düzdür, niyə sualı o demək deyil ki, heç verməməlisən. Müəyyən şeylərin müəyyən şeylərin səbəblərini bəli, araşdırmalısan, başa düşürəm. Amma çox dərinə əgər sən niyə sualı verirsənsə, bəzi sualların ümumiyyətlə cavabı yoxdur. Yəni mənasız bir cavabdır məsələn. Məsələn, adi bir sual verim də, deyim də, bu dünyanı deyirlər kim yaratdı? Allah yaratdı da. O məntiqlə yaxşı Allahı kim deyək ki, Allahı Allah A yaratdı. Allah A-nı Allah B yaratdı. Allah B-ni Allah C yaratdı. Allah C-ni Allah D yaratdı. Yenə də bu sual cavabsız olaraq qalır. Yaradılışı kim yaratdı? Üzr istəyirəm, sualımı bir siz niyə gətirmək istəyirəm. Yəni bu psixopat genetikasını müəyyənləşdirib, bu qadınla kişi uşaq dünyaya gətirməmiş, qərar qəbul etməmişdən öncə müəyyən prosedurlardan keçib, müəyyən elə bir prosedura yoxdur, təəssüflər olsun ki. Çünki nəyə görə özlərini çox gizlədə bilirlər ona görə. Amma mənim bir məsləhətim var. Yəni elmi araşdırmalar da bunu göstərib. Yəni bir insandan sən ailə qurmaq istəyirsənsə 18 ay sən evlənməməlisən. 18 aya ən peşəkar olan insanın da yalanı ortaya çıxır. Yəni biraz uzun zaman lazımdır. Bax, adi sizə bir misal çəkim. Mənim bir pasiyentim vardı, xanım. Deyir ki, mənim sevgilim mənə çox yaxşı davranırdı. Hər şey eləyir mənim üçün. Amma günlərin bir günü bir it yavaş-yavaş gəldi. İndi balaca küçükdür də. İndi ayağını yaladı, itin qarnına bir təpik vurdu. Dedim, burada stop ucu. Bu psixopatik əlamətdir. Sabahsı gün necə dedilər, vaxt gələcək, bu şiddət sənə də qarşı dönəcək. İnanmadı mənə. Amma sonra dedi ki, bir dənə babat şillə çəkdi mənə. Yavaş-yavaş. Psixopatik əlamət deyəndə ki, məsələn... Heyvana durduq yerə sən təpik atırsansa... Hamı ata bilər də heyvana. Yəni, heyvana təpik atdınsa psixopatsan. Yox, qulaq asın. Nəyə görə vurursan? Heyvan sənə təhdid oluşdurursa... Qorxdun da, qorxdun. Yox, bu balaca küçükdür. Gəlir ayağını yaldır elə və ziyansız sən götürsən o təpik vurursan. Bu artıq zordur da. Yox, biri var ki, it məsəl üçün mənim üzümə hücum elə, özümü müdafiə edir. Bu başqa şeydir. Başa düşürsünüz? Yəni cinayətin özündə motiv var da. Yəni bunu məndən yaxşı bilirsiniz. Yəni belə baxanda. Bəs heyvana qarşı travması olan adam məsələn tutaq ki, o fobiyadır. Bunu heyvan tutub, o fobiyadır. Gücsüz vaxtlarında. O fobiyadır. Amma indi böyüyüb heyvana gücü çatır, ona nifrət eləyir. O fobiyadır. Artıq o başqa şey. O müalicə oluna bilər. O başqa şey. Ümumiyyətlə fobiyalar müalicə olunan pozuntulardır. Bəli. Məsələn, hündürlük fobiyası. Mən çox rahatlıqla müalicə edə bilirəm. Əgər insan müraciət eləsə. Siz yerə qeyd edeyim mən. Hündürlük fobiyası. Siz həm də dediniz, psixopat mövzusunu davam eləyəcəyik. Siz yalan eksperti və bədən dili eksperti də dediniz. İstəyirəm bir balaca bu barədə də danışaq. Yəni burada bir insanın yalancı olduğunu üzə çıxardırsınızmı? Yəni siz burada nə iş görürsünüz? Yəni bir seçimlər müraciət başa salım mən sizə. O sadəcə mənim əlavə aldığım təhsildir. Rusiya Yalanın Beynəlxalq Araşdırmalar Akademiyası. Burada yalan tutmaq deyəndə biz nədən danışırıq? Yəni qərəzli şəkildə informasiya gizlədən insanın yalanını tutmaqdan söhbət gedir. Yəni orada ortada bir təhdid var. Bir cinayətkar ola bilər. Bəli. Məsələlərində sizə ehtiyac ola bilər. Bəli, yəni bu necə bir şeydir? Ümumiyyətlə yalanı tutmaq üçün statistika yığmalısan. Belə deyək də məsələn, əlini burnuna apardı, nə bilim, başını qaşıdı, bu yalan danışır, nə bilim, ağzını, dilini bir-birinə hərəkət elətdirdi, nə bilim, yaladı, deməli yalan danışır, demək düzgün deyil. Ən azından çox fərdi bir məsələdir. Ən azından fərdi də var, o ayrıdır. Ən azından 4-5 bədən dili bir-birindən uyuşmalıdır. Məsələn, adi bir misal, göz bəbəklərin genişlənməsinin 3 anlamı var. Biri toran işıqdan genişlənir. İkincisi qorxudan genişlənir. Üçüncüsü də kiməsə aşiq olanda genişlənir. İndi bıçağı tutursan qızın üstünə cumursan, deyirsən ki, bax, göz bəbəyi deməli mən aşiqdir.
Belə deyil. Başa düşürsünüz? Eyni bir davranış müxtəlif anlamlara gələ bilər. Məsələn, qadın ayağını ayağının üzərinə aşırtdı. Hansı anlamı gələ bilər? Həmin otaq soyuq ola bilər. Bəli, soyuq ola bilər. Vəssalam. Kimlənsə xoşu gələ bilər. Xoşu gələ bilər, amma bir şərtlə də. Amma bir şərtlə ki, həmin adam onun yanında olanda ayağını ayağının üzərinə atırsa. Başqa adamlar yox. Və yaxud da gərgin ola bilər qız. Bəli, gərgin ola bilər. Yəni sən statistika yığmalısan. Hər bir elə bir ki, bədən dilinin özünün zamanda və məkanda anlayışı da var. Yəni fərqli-fərqlidir. Yəni konkret hökm və ehkam kəsiləcək bir sahə deyil. Bəli, məsələn fiziognomiyada belədir də. Məsələn burnu belədirsə, alnı belə yekətsə, nə bilim əllərin burası belədirsə, deməli bu psixopatdır və ya da o düzgün bir şey deyil. Yəni onlar hardasa 20-30% rol oynayır. Yəni insanın geyimi. Yox, onlar hardasa deyək ki 20-30% 20% rol oynayır. Amma qalan hər bir şey sən pasiyenti və yaxud da insanı müşahidə eləməlisən. Ən böyük silah yadda saxlayan müşahidədir. Bax bir şey deyim də mən sizə Uzun müddətli müşahidədən söhbət gedir. Yəni bu qısa müddətli də ola bilər. Amma çox diqqətli baxmalısan. Psixopat adam üçün deyək ki, məsələn psixopatlığın 10 əlaməti var da. Amma adamda 5-i var, 5-i yoxdur. Artıq o psixopat sayılmır da. Hansı əlamətlər məsələn sayaq ki, bir dənə ana əlamət var əsas. O da vicdanlı olmamasıdır. Əgər o əlamət yoxdursa, qalan hamısı olsa da sayılmır. Vicdanı axı test eləmək olmur, laboratoriyada müəyyənləşdirmək olmur ki, var yox. Olur. Necə olur? Onun da testləri var. Bax məsələn, mən sizə bir dənə bir test elə bil ki, o psixopata elə bil ki edilmiş bir test var. Vaqon gəlir, qarşıda reys var, 4 nəfər adam iplə bağlanıb reysə. Bir də o keçid reys var ki, hansı ki dəyişmək olur. Amma keçid reysdən keçəndə də bir nəfər adamı vuracaq. Bax indi sizə sual verirəm. Vaqonla gedirsiniz, deyək ki maşinistsiz. Önünüzdə 4 nəfər adam bağlanıb reysə. Amma bir də keçid reys var. Ya o 4 nəfər adamı vuracaqsınız, ya da bir nəfər adamı vuracaqsınız. Hansını seçərsiniz? Qatarı saxlamaq mümkün deyil. Hansını seçərsiniz? Bax görürsüz, dəri rəngi dəyişir, normaldır. Əgər siz insansızsa, narahat olursan da, yəni bu normaldır. Mən onu xəyalımda canlandırıram. Aysa bu normaldır. Qərar vermədə çətinlik Amma psixopat nə deyəcək? Çəkərəm birini vuraram, yes 4-ünü öldürmədim. Başa düşdün? Yəni bu yəni özünü o da elə belə yox, o özünü göstərmək istəyir ki, bax gör mən nə qədər yaxşıyam, 4-ünü öldürmədim. Yəni burada qərar vermək çox çətin məsələdir. Ha, qərar verə bilmirsənsə, sən əsl insansan, sən psixopat deyilsən. Bax mən bu sualı ona görə sizə verirəm. O bir nəfər test var, niyə yoxdur ki? Var. Bax, indi başqa bir misal. Bax başqa bir misal. Bax burada sizə bax nifrət elədiyim madəm qələm var, deyək ki, bax bura bir dənə qulaq asın. Bax burada belə bir şey çəkirəm. Bax qapalı məkandır, deyək ki. Bir dənə qapısı var. Bax burada. Deyək ki, sizin intiqam alacağınız adam hansı ki bu çox güclü bir cinayət işləyib də, yaxınınızı öldürübdür. Girib bura, düzdür? Siz də öldürməyə arxasınca gedirsiniz. Deyək ki, buradan da yer yoxdur. Girib öldürərsiniz. Bir də sual verin, zəhmət olmasa. Bax, bu sizsiz, bu da sizin qurbandır. Çox güclü intiqam duyğusu var da. Yəni o yan bu yanı yoxdur da. Yəni siz neçə illərdə axtarırsınız bunu. Bura girsəsiz nə edərsiniz? Mən ümumiyyətlə öldürmə haqqında düşünmürəm yəni. Yox, o da normaldır, Məmməd siz. Qisas. Bəli. Mən adam öldürə bilmərəm yəni. Adam öldürə normaldır. Amma bəzi adamlar var ki, deyəcək ki, girib nəsə eləyər, amma psixopat elə eləməyəcək. Burada gözləyəcək. Burada gözləyəcək. Bəlkə orada təhlükə var. O çıxandan sonra onu öldürəcək. Amma demək psixopatın qorxu duyğusu var da. Psixopatın qorxu duyğusu real time-dadır. Ehtiyat. Real time-dadır, ehtiyatdır. Bax, psixopat səni nə vaxt öldürə bilər? Sən ona desən ki, səni belə eləyərəm. O qorxudan səni öldürməz ha. Ona qarşı elədiyin hörmətsizliyə görə səni öldürə bilər. Bəs psixopat bir adamı öldürmək cinayət sayılırmı? Fərqi yoxdur, sayılır. Nə dəxli var ki? Yəni məsələn tutaq ki, düzdür, bu hüquqi məsələlərdir, amma nəticədə sən canlı öldürürsən. Bir cinayətkarı öldürmək də cinayət. Yəni terrorçunu öldürmək də cinayət. Təbii ki, amma belə bir şey deyək də, məsələn, siz bayaq dediniz ki, edam olunmalıdır və yaxud da buna diaqnoz harda qoyulur ki, bu psixopat. Onun diaqnozunu həkim psixiatr qoymalıdır. Həkim psixiatr qoyur. Tutaq ki, buna dünyada bu nümunələr var məsələn. Mən şeydən bilirəm. Ted Bundy var məsəl üçün, məşhur necə deyirlər. Özü elm adamı deyə, neçədən universitet bitiribdi.
Çox funksional psixopat. Yox. Amma sonra onda manyaklıq da olur da. Sonra Alman psixologiyasında, psixologiya elmində deyək də, psixiatriya elmində bu çox inkişaf edib. Ayrı şeylər var, klinikalar var. Psixopatları oraya yığırlar. Yəni yığırlar necə? Yəni həbsə göndərmirlər də, müalicəyə cəlb edirlər və ömürlük müalicəyə cəlb edirlər. O yaxşıdır yəni. Ömürlük müalicəyə cəlb edirlər. Bilmirəm bu o əslində müalicə deyil o. O siz nədir? Yəni simptomları azaltmaq. Yox, tənzid edirlər daha çox. Amma sosiopatı biraz düzəltmək olur yəni. Belə baxın. Sosiopatın müalicəsi var da yəni. Azmaz. Yəni kontrol altına almaq olur. Çünki onlarda yenə biraz insani duyğular var. Məsələn, mən sizdən nəyi soruşum? Bu günümüzün aktual problemləri. Narkotik qəbul eləyir, qumar asılılığı var, alkoqol qəbul eləyir, belə deyək də, əxlaqsız həyat tərzi yaşayır. Və bu günümüzdə ən çox şikayət olunan məsələlərdir. Hətta çoxlu reabilitasiya mərkəzləri yaradıblar da, narkotikadan müalicə, nə bilim. Bəli. Mən bunların əksəriyyəti biraz belə istehzana yanaşıram. Reallıqda da bilirəm nə baş verdiyini. Bu tip adamlar, bunlar sosiopat sayılır da yəqin ki. Məsələn, ən azından üçü ilə məşğul olan adam. Yox, hər biri yox. Orada ümumiyyətlə narkotik maddə istifadəsi, içki istifadəsi fərqli faktorlarla bağlanır. Məsələn, adam yalan danışır. Oğurluq eləyir, narkotik qəbul eləyir. Hamısı birindədirsə böyük ehtimal sosiopatdır. Bəli, hamısı birindədirsə bəli. Bu adamı indi mən nümunələr üzərindən sualı qurmağa çalışıram. Adam yalan danışır, narkotik qəbul eləyir, içki qəbul eləyir, dağınıq həyat tərzi var və s. və baxır. Bu adamı sırf deyək ki, reabilitasiya mərkəzinə cəlb edib narkotikdən müalicə etməyə çalışır. Buradan bir nəticə almaq olar, yoxsa olmaz? Nəticə almaq sən nəyə görə olmur? İzah edeyim sizə. O müalicənin birinci hissəsi deyək ki, başa çatdı. Deyək ki, dərman müalicəsini aldı və yaxud da reabilitasiyanı da aldı. Bəs şəraiti? Mühiti dəyişməlidir. Baxın, adi bir misal. Mən adi bir misaldan yola çıxacağam indi. Deyək ki, narkotikdən bir nəfər müalicə alıb, çıxdı blokdan, köhnə necə deyirlər, narkoman dostu ilə qarşılaşdı. Avtomatik o istək gəlir onun. O ki salamlaşdı, salam necəsən, işin zibili çıxdı. Ümumiyyətlə, elə adamlarla salamlaşmamalısan. Hətta o deyə bilər ki, haralardaydın, çoxdan da görünmürdün. Məsələn, deyək ki, köhnə narkoman deyəm, mən müalicə olmuşam. Mən də müalicə olmaq istəyirəm. Yenə zibili çıxdı. Ümumiyyətlə, salamlaşmamalısan. Mən onu sizdən dəqiqləşdirmək istəyirəm. Nəyi dəqiqləşdirmək istəyirəm? Belə göbələk kimi çoxalır da bu reabilitasiya mərkəzləri. Hədsiz çoxdur, çox reklam olunurlar, çox belə gündəmdə olan mövzular. Hər kəs üçün deyil. Bunun biznes olduğunu da mən anlayıram, o qədər şey deyiləm. Mən sadəcə nəyi sizdən peşəkar kimi soruşmaq istəyirəm. Bu dövlət bu şeyi nəzarətə götürmür. Amma bunun da o qədər faydalı olduğunu da deyə bilməliyik biz. Yəni, ortada milyonlarla manat aydın məsələdir. Dövriyyə var. Ortada heç bir təhsil olmayan, ortabab təlim keçmiş, qonşusundan sertifikat almış adamlar var. Dövlət buna hansı formada nəzarət eləməlidir? Məsələn, bunun dünya nümunəsində biz bilirik də, anonim alkoholiklər qrupu. Sovet dövründə dövlət belə nəzarət eləməlidir. Ümumiyyətlə, belə reabilitasiya mərkəzləri ümumiyyətlə psixiatrik klinikanın nəzarətində olmalıdır. Vəssalam. Mən bunu əslində sizdən öyrənmək istəyirəm. Başqa cür yox. Yəni, belə ola bilərmi ki, bir adam özü əvvəl narkoman olub, sonra bir reabilitasiya mərkəzində müalicə olunub, sonra gedib özü reabilitasiya mərkəzinə açır. Düzdür, bəzi elə insanlar var ki, yəni onlar bunu yaxşı niyyətlə eləyirlər. Yox, niyyət burada önəmli deyil. Burada peşəkarlıq məsələsi. Amma əslində doğru bir şey deyil, yəni. Yəni yaxşı niyyətlə eləmək başa düşürəm. Amma yaxşı niyyət təkcə kifayət deyildir. İşi gərək biləsən. Siz bu qədər şey sadalayırsınız da, məsələn, əlamətlər, yanaşmalar və s. və ilə axır. Bu ola bilməz ki, bu ortabab, orta təhsillər və yaxud ali təhsilli olsun. Sənin sahən deyil, sən psixologiya elmini bilmirsən, psixiatriyadan xəbərin yoxdur. Düzgün deyil əlbəttə. Amma ideal şəkildə açmısan reabilitasiya mərkəzini, cəmaatı doldurmursan qəfəsə. Doğru bir şey deyil. Yəni, qapı bağlı, hərbi rejim. Mən məsələn bir dostumuzun söhbətləri üzərindən bilirəm. Hətta roman da yazıb onunla bağlı bir yazıcı dostumuz. Alkoholizmlə bağlı orada düşmüşdü. Və oradakı vəziyyəti danışır. Məsələn, necə ola bilər ki, bir asıllıq xəstəlik sayılır da? Yox. Bir xəstəni əl qolunu bağlayıb yerə uzatıb çırpasan. Bir adamı alkoholizmlə müalicə edirsən, həm də yerə uzadıb çırpırsan. Doğru bir şey deyil. Bu orta əsrlər müalicəsi düz deyil.
Yəni orta əsrlərdə baş ağrıyan Belə zorakılıq olmamalıdır. Mən sizə bir şey deyim. Mən bunu öyrənmək Bizim bir yaxın var idi, qohum deyək. O bir neçə dəfə belə atası onu 6 ay, sonra 1 il, sonra 3 ay belə mərhələli şəkildə o mərkəzlərə göndərdi. Amma o qayıdıb evə gələndən sonra, yenə o mühitə düşəndən sonra, dostları ilə görüşəndən sonra başlayırdı yenə o metamfetamin falan, bəsməkən o patı dediyimiz azardan eləyirdi. Amma bir günlərdə bu dostlarından bunu uzaqlaşdırmağın yolunu tapdılar. Dostları ilə valideynlər davadalaş, mənim oğluma yaxın durmuyor falan, bəsməkan. O dostların hamısını uzaqlaşdırdılar bundan və artıq neçə müddətdir ki, yəni belə deyək də, yəni adam normal şəkildə həyatına davam edir. Yəni bu işlə məşğul deyil. İndi bu psixopatları mühitə, yaşadığı mühit, məsələn, çox yaxşı bir ailədədir və yaxud çox yaxşı bir liseydə oxuyub, sonra da nə bilim, tutaq ki, çox yaxşı bir cəmiyyətin içərisinə düşüb, məsələn, deyək, bir hümanist bir cəmiyyətin içərisində düşüb, təhsil alıb. Bu, onun şəxsiyyətinin nisbətən insani duyğularının düzəlməyinə gətirib çıxara bilərmi? Və yaxud o, heç olmasa, rola girmiş şəkildə də olsa, yaxşı Mən dediyim kimi də, insan çox funksional psixopat əmələ gəlir, elə olanda. Yəni ziyan vermir, açıq ziyan verir. Yox, ziyan verir yenə də. Məsəl üçün, əgər evlidirsə, yəni moralini ziyan verir. Həyat yoldaşına, uşaqlarına, işçilərdirsə, işçilərin başına oyun açır, məsələn. Dövlət məmurudursa, acımasız olur. Yəni, amma belə deyək ki, həbsxanaya düşəcək şeylər olmur da, yəni. Yəni cinayət işlədilir. Bəli. Və bu psixopat necə, bax, məsələn, dediniz, Stalini dediniz, Hitleri dediniz, məsələn, Qəddafini demək olar, Səddam Hüseyni bilmirəm demək olar. Demək olar. Məsələn, bunlar necə həm də bu heç bir duyğusu, qorxusu, nə bilim nəyi olmayan adam həm də gəlir, uğurlu bir insan olur, lider olur. Dediyim kimi, çox funksional psixopat. O, psixopatların o növlərinə aiddir. Çox funksional nə deməkdir, bilirsiniz? Sosial adaptə olunmuş. Yəni, bunların ağlı başlarında olur. Yəni, elmə adaptasiya ola bilər bu adam. Yəni hər kəslə dil tapa bilir, yəni, bu adam. Yəni, hətta daha da savadlı da ola bilir. Bir növ aktyorluq edir də. Aktyorluq da eləyir, bəli, hər formada. Yəni, əlindən hər iş gəlir, yəni. Normal adamdan daha verimli olur. Hətta bəzi qəhrəmanlar var, məsələn, gedirlər, şəhid olurlar. Onların hamısı, necə deyirlər, elə yaxşı adam deyil ki. Yəni, bunların içində psixopat ola bilər. Əlbəttə ki, var. Yəni, çox böyük, bu təbii ki, Mübariz İbrahimova aid deyil bu məsələ. Mübariz İbrahimov əksinə emotivdir. O, vətənini sevən adam olur. O, başqa şey. Yəni, doğrudan da necə deyirlər, vətən uğrunda gedibdir. O, başqadır. Emosional istərini. Məsələn, Ramil Səfərovun ermənini qətlə yetirməyi, o da emotivdir. emotiv sayılır. Bəli, əlbəttə. Amma ona o ani necə deyirlər, sadəcə affekt halında. O, başqa şeydir. Bu terroristlərin hamısı mı psixopatdır? Mən dedim axı, terroristlərin hamısı yox, terrori əsas təşkil edənlər. Yəni, məsələn, Terroristlərin çoxsu bizə necə, onu o qədər beynini doldururlar ki, get belbə bomba bağlan, necə deyirlər, partlat səni aləvi təmin eləyəcəksən. Dini inanclarını məsələn. Cənnətə gedəcəksən, nə belə şeylər. Huri falan məsələn. Bəli, bəli. Bir adamı bu inancla çox yaxşı yönətmək olar. Mən elə düşünürəm ki, məsələn, cənnət inancına inanmaq. Ümumiyyətlə, insana nə ilə manipulyasiya eləyirlər? Ehtiyacları ilə, emosiyaları ilə, inancları ilə, dəyərləri ilə, kimlikləri ilə. Bu sistemlərlə insanları manipulyasiya edirlər. Bir də ki, nəfsi ilə. Ömər Xəyyamla şeyxi olur, Həsən Səbbah. Həsən Səbbah, hə. Deməli, onlar bir təşkilat kimi yaradırlar. Deməli, öz yanına insanları çağırırlar. Həsən Səbbah, Xəşxaşilər də. Bunlar deməli gəlirlərmiş, o müritlər deyirlər də, şagirdlər falan, bəsməkən. Həsən Səbbah. Bunlara narkotik maddələr verirlərmiş, yatızdırırlarmış. Sonra bunları aparıb qəşəng qızların olduğu, şərabın olduğu bir yerdə ayıldırlarmış. Bunlar burada keyf çəkirlərmiş. Sonra təzədən bunları narkotiklə yatızdırıb, uyuşdurub, təzədən qaytarırlarmış. Hər formada. Məsələn, mağaraya. Bəli. Bunlara deyirlərmiş ki, sizi Həsən Səbbah ağamız apardı cənnətə apardı, göstərdi. Buna reallığın dəyişdirilməsidir. İnanan və reallığı görən adam hər şey eləyər də. Yəni,
özünü də Bəli. partladar. Tamamilə doğrudur. Gedib kimisə Tamamilə öldürə doğrudur. də bilər. Yəni Baxın, bu şəkildə siz bəlkə eşitmisiniz, Qırğız yazıcısı var, Çingiz Aytmatov. bəli, bəli. Tək işləmişəm bütün əsərlərində. Bəli, bəli. Məsələn, dəniz kənarı ilə qaçan Alabaş. Alabaş, Ağ gəmi və ən məşhur əsəri Manqurt. O manqurt elə şeyin içində dəniz kənarında. Dərini keçirdilər başına Bəli, əlbəttə ki. manqurtlaşdırmaq. Axırda öz anasını Yaş öldürür, dərini qətl edir. Normal ana. Əslində Monqolistanda hələ də o manqurtlaşdırma məsələləri bəzi əyalətlərdə qalmaqdadır. Mən bu yaxınlarda bir informasiya aldım. Ümumiyyətlə bax belə deyək də, dediniz ki, bu uşaqlıqdan yaranan genetik şeydir. Aha. Bir adamı işgəncələr verə-verə, o dediyimiz kimi o başına dərini keçirə-keçirə, haqsızlıq eləyə, ona nə bilim hər cür həyatın hər cür əzabını yaşada, onu psixopat eləmək mümkündür. Xeyr, o psixopat olmayacaq artıq. Travma sonrası stres pozuntusu zamanı yaranan psixopata bənzər davranışlar olacaq. Travmatik stres pozuntusu. Bu daha çox müharibə şeyindən sonra yaranan pozuntulardan. Ya, adamı hər psixopat şeydən əsirlikdən anadan sonra gəlmədir. müharibədən sonra. Yəni sonradan olmaq olmur. Yəni bir mənalı olaraq bunu şey Yox. Dünyada belə deyək də, daha çox hansı peşə sahiblərinin arasında psixopatlara rast gəlir? Məsələn, həkimlər, yazıçılar, yoxsa elə Cərrahlar. Bax, tibbdə terapiya yox, cərrahlar arasında rast gəlinə bilir. Məsələn, polis rəisləri arasında rast gəlinə bilir. Nadziratellər var. bunlar Onların arasında rast gəlinə sözünüzü bilər. valla kəsim. Bunlar psixopat olduqları üçün ora qədər gedib çıxırlar, yoxsa o vəzifə, o yer onları xoş gəlir. o şəkilə salır, şəkilləndirir? Onlarda necə bir travma olur? Yəni ümumiyyətlə psixopatlarda belə bir inanc var. Səni vurmamış, sən birinci vur. Vura bilmirsənsə qanunla bunu elə. Yəni səlahiyyət Aysa o səlahiyyətlərindən hədsiz dərəcədə sui-istifadə edirlər insanlara zülm eləmək üçün. yazıçılar arasında bipolyarlar daha çoxdur. Mən Yox, mən dediyim əsas elə bil ki, dövlət deyək ki, deputatlardır, dövlət məmurlarıdır əsas. Yəni Onların arasında bunlar daha olur, çox daha çox olur, bəli. Bu çox yaxşı maraqlı informasiya. Yəni Demək olar- informasiya, yəni belə deyək də, idarəçiliyin olduğu yerlərdə daha çox. İdarəçiliyə daha çox meyil Bəli. edirlər, hə? Bəli. Yəni onlar məsələn də niyə bir adam rüşvət verib haranınsa rəisi, haranınsa nə bilim komandir olmaq istəsin də? Demək ki, burada bir psixopatik əlamətlər var ki, bir adam vəzifəyə can atır ki, Yox, idarə etsin. o pul məsələsinə görə də ola bilər. Yox, maarif tərəfi ola bilər, amma psixopatik əlamət də sayıla bilər ki, bir adam durmadan irəli getməyə can atır. Psixopatik əlamət başqa bir şeydir, yenə də deyirəm. Psixopat ayrı şeydir. Yəni bu daha çox dünyada da bu nümunələr çoxdur. Adamlar məsələn bir yerdən başlayır yüksəlməyə, ondan sonra davamlı ehtirasla irəli getmək istəyirlər ki, O flow duyğusudur, o başqa bir şeydir. Bax, Bunu əldə edən- sizə mən bir şey deyim. Ümumiyyətlə egonun, insan egosunun 3 komponenti var. Birincisi güc, ikincisi uğur, üçüncüsü şöhrət. O hər insanda var. İzah eləyim. Yox, izah eləyim nə deməkdir. Yox, fərqləri izah eləyəcəm. Güc dedikdə fiziki güc başa düşülmür ha. Yəni məsələn idmançıdır gedib nəsə Yox, bir yox. şey. Güc dedikdə əldə eləmək. güc dedikdə necə deyirlər, idarə, siyasət, pul başa düşülür. Yəni daimi başqalarını idarə eləməyə meyllilik, yəni despotizmə meyllilik, tiranizmə meyllilik. Uğur dedikdə isə, deyək ki, idmandır, fiziki güc lap olsun, deyək ki, elm sahəsində hansısa bir nailiyyət əldə eləməkdir, incəsənət sahəsində nailiyyət əldə eləmək. Bu başa düşülür. Şöhrət dedikdə isə heç bir şey eləmədən ona buna yaltaqlıq eləyərək, bunun arasını düzəldərək yüksələn adamlara deyilir. Bunlardan ən yüngülü belə baxanda şöhrətdir, ən zərərsizi. Amma ən pis olanı da gücdür. Amma dərd orasındadır ki, uğurlu insan belə Güclü olmaq istəyir. zamanla. Bax, biz az görmüşük, məsəl üçün, güclü idmançıdır, gedib siyasətə, sonra da tutulubdur. Həddindən artıq çox elə bilir ki, uğur insanı güc tərəfə də sürüşdürə bilər ki, bu da təhlükəlidir. Uğur həm də şöhrətə tərəf sürüşdürə bilər də adamı. O əsl uğurlu adam zaten şöhrət özü gəlir. Yəni şöhrət özü onu təqib eləyir. Yəni biri var ki, sən məşhur olmaq üçün çalışırsan. Yəni sən düzdür elə deyilsən, elə imiş kimi görünməyə çalışırsan, düzdür o özü də bir bacarıqdır. Yəni qabiliyyət sahibi. məsələ burasındadır ki, bax sən biri var ki, nəyə görə biz görürük ki, bəzi qabiliyyətli adamlar geridə qalır, amma qabiliyyəti yoxdur, daha yaxşı manipulyasiya eləyə bilir. Kartlarını bilir, harda oynamaq lazımdır, harda oynamamaq lazımdır. Bilir, harda danışmaq lazımdır, harda susmaq lazımdır.
Nə zaman danışmaq lazımdır, nə zaman susmaq lazımdır, harda geri çəkilmək lazımdır, harda hücum eləmək lazımdır və nə zaman hücum eləmək lazımdır və nə zaman geri çəkilmək lazımdır. Yəni bunları bilirsə, yəni strategiyası var deməkdir. Çox belə güclü bacarığı olmasa belə, nədir, irəli gedə bilir. Yəni bu da bir qabiliyyət sayıla bilər. Bəli, bu da bir qabiliyyət sayıla bilər. Narsist insanlar da var, özünü bəyənmiş, ancaq özünü düşür, empatiya hissi olmayan insanda, yəni başqasının çəkdiyi əzab, başqasının düşdüyü vəziyyət ona ümumiyyətlə mənasız gəlir də ki, ancaq o türklər bəncillik deyirlər də ona. Bəli. O narsizmlə psixopat arasında hansı fərqlər var? Hə, bax bu sualı mənə çox veriblər. Ümumiyyətlə hər ikisi egoistdir, hər ikisi özünü dünyanın mərkəzində hesab edir. Hər ikisi elə fikirləşir ki, hər şeyin ən yaxşısına onlar layiqdir, hər kəs onlara xidmət eləməlidir, hər kəs axmaqdır. Əgər yaxşı insansansa, ürəyin təmizdirsə, axmaq hesab olunursan. Hər ikisi belə düşünür, lakin fərq var. Narsistin egosu, narsist antisosial şəxsiyyət pozuntusu deyil. Narsistin egosu insanlardan bəslənir. Öz-özünə yetərli deyil. Onu gələk tərifləyəsən ki, sən supersən, əlasan, tək başına heç kimdir də. Tək başına depressiyaya düşür. Ona deyəndə ki, sən yaxşı deyilsən, zəifsən, gücsüzsən, depressiyaya düşür. Yəni, özü-özünə yetərli egosu yoxdur narsistin. Üstəlik, narsistdə qorxu hissi var. Elədiyi hərəkətlərin necələr nəticəsini düşünür. Ağrı hissi necələr normal insanlarda olduğu kimidir. Müəyyən dərəcədə utanma hissi də var, müəyyən dərəcədə. O da başqasına görə yox, utanır ona görə ki, nəyə görə necə deyirlər, mən bu sözü doğru yerdə deyib, demədim, özümü necə deyirlər, biabır elədim. Vicdan da az da olsa var. Utanırsa var da. Yəni, demirəm, yəni onlar da empatiya yoxsunudurlar, o heç. Amma onlarda hardasa var. Narsist, məsəl üçün, bir qurbanı seçəndə, deyək ki, münasibətlərdə, çox vaxt kişilər daha çox narsist olur da, bir qadını seçirsə daha yaraşıqlı, daha statuslu, daha necə deyirlər, belə, sən necə deyir? Əl çatmaz. Belə əl çatmaz olanını seçir ki, mən bunu əldə elədim, bu artıq mənim dərdimdən ölür, onun vasitəsilə qidalanır. Amma söhbət psixopatdan gedirsə, psixopatın egosu öz-özünə yetərlidir. Hamı onu söysün, o bilir ki, ən yaxşısıdır, vəssalam. Yəni, psixopat isə lüboy insanı seçə bilər. Onun məqsədi özünü sübut eləmək deyil. Kiməsə zülm eləməkdən kayf almaqdır, belə deyək. Yəni, psixopatın egosu öz-özünə yetərlidir. Məsələn, narsist deyir ki, məsələn, mənim olanı nə vaxt mənə verməlisən. Amma psixopat sadəcə belə deyir. Deyir, bu zaten mənimdir. Məsələ burasında sən bunu haçan verirsən. İntihar eləyir mi psixopatlar? Psixopat ancaq egosuna görə intihar eləyə bilər. Kimdir ki, necədir? O kimdir ki, necədirlər məni tutsun? Deyək ki, Hitler kimi. Narsist nədir? Narsist o zaman intihar eləyir ki, onun əslində elə olmadığını açıb-aşkara töksək. Yəni, əslində sən bu deyilsən. İfşa eləyəndə. Depressiyaya düşür, intihar eləyir. Amma psixopat egosunun yüksəkliyinə, kimdir ki, məni tutsun, kimdir ki, məni idarə eləsin. Belədir ki, ondansa mən özümü öldürürəm. Daha çox hansı şəxsiyyət tipləri intihara meyilli olur? Yəni, hansı şəxsiyyət pozuntularında intihara meyilli olur? Daha çox borderline şəxsiyyət pozuntusunda intihara meyilli olur. İsteroid şəxsiyyət pozuntusunda nisbətən ondan azdır. Aslı tip şəxsiyyət pozuntusunda və çəkingən tip şəxsiyyət pozuntusunda bunlarda intihara daha çox digərlərinə baxanda meyilli. Əsas da borderline. Bəs bipolyar? Bipolyar şəxsiyyət pozuntusu deyil. Bipolyar psixozla gedən pozuntudur. O başqa şeydir. Yəni xəstəlikdir. Və nəzarət altına alınır. Stabilizatorlar vasitəsilə. Çox litium verirlər. O başqa şeydir. Bipolyar o deyil. Yox, bipolyar 6 illik kimi içirəm və bipolyar 8 dəfə intihara çəkirəm. Bipolyar pozuntu bu şəxsiyyət pozuntusu deyil. Bu depressiya ilə və maniya ilə müşayiət olunan biraz da hormonların çatışmanın, melatonin hormonunun əksiliyi. Arada stabilizatorlar verirlər bir adamlara. Bir də görsək deyək ki, mən 3 həftə deyək ki, depressiv, heç hal zad yoxdur işinə. 3 həftədə birdən bir də görsəm enerji elə çox olur ki, yuxuya ehtiyac da az olur. Heç yatmağa da 2 saat bəs edir. 2 sutka yatmadan kitab tərcümə elədiyimi xatırlayıram mən. Cəlil daha çox işkolikdir. Yox, zaten manyakal faza da zaten insan. Manyakal faza keçmiş adı onun manyakal depressiv psixozdur da. Yəni manyakal faza, onun sonra adını niyə dəyişdilər, onu da deyim sizə. Çünki müəyyən olundu ki, hər zaman manyakal fazada psixoz olunur.
ona görə adını dəyişdilər. Xoş tərəfləri bipolyar də qoydular. vardı. O xoş tərəfləri əgər necə deyirlər, bipolyar 2 varsa, bipolyar 2-də Hə, biraz iki- onlar yüngül hə. yüngül olur. Bipolyar 1-də bir də görsən qəribə düşüncələr əmələ gəlir. Adam mən Allaham məsəl üçün deyə bilər. Mən necə Yox, deyirlər, aşırı dünyanı tərəflər. dünyanı ucu dəyişirəm artıq. Psixozdur, yəni Allahsız vəziyyətdir. Parapsixoloqun sayəsindən keçir. Yox, Mən Allahım parapsixoloq deyirəm. məsələsi deyil. Yox, Ola o bilər. artıq psixoloji vəziyyətdə orada psixiatr müalicəsi lazımdır ona. Psixopatlardan danışdıq. Real həyatda yox, biz daha çox roman, daha çox thriller romanlarda, bir də filmlərdə psixopat obrazlardan rastlaşırıq. Elmi olaraq bu obrazlar real psixopatlara nə qədər yaxındır? Çoxsu yaxın deyil. Mən bir film məsləhət görərəm hər birinizə baxmağa. No Country for an Old Man. Starikam тут не место. Rus dilində belə edir. Anton Çigur. No country For an Old Man. for An old man. old man. Bəli. Orada Anton Çigur personajı var. Yəni psixopatı hələ indiyənə kimi o kino kimi heç bir yəni kino təsvir eləməyibdi. Yaxşı. Bəs əsərlərdən məsələn götürsək bədii əsərlərdən, romanlarda Bədii əsərlərdən, romanlarda mən deməzdim. Yəni ki, belə bir reallığa yaxın psixopat obrazı. reallığa yaxın hal-hazırda xatırlamıram yəni. Çingiz Aytmatovun əsərlərində varmı? Məsələn, elə bir obraz. Çünki zaten bir dənə manqurtu da. Bu manqurt yəni o işi deyil. törədənlər o aydın məsələdir. Yəni psixopatlar. Tiranlar zaten psixopatdır. Bəli, zaten elədilər yəni. Mən bir Alman keçmiş psixoloq, indiki yazısı var, Wolf Doron. Onun bir 5-6 romanını Azərbaycanda tərcümə eləmişəm. Romanlar daha çox psixopat obrazları üzərində qurulub. İndi burada bir romanların birində gərək ki, şizofrenda idi. Bir obraz var idi, keşiş obrazı. Normal həyatda kilsədə keşişlik edir, amma axşamlar olanda lateks, yəni plastik qadın cildinə girir, o şeylə Bəli. maskalanır qadın görkəmində və qətillər törədir. Bu psixopatiya sayıla bilərmi? Bəli. Məsələn, Konkret. Konkret. yəni bax bunu nəyi dəqiqləşdirmək istəyirəm? Psixopatlarda eşcinsəllik hansı formadadır? Yəni Ola da bilər, olmaya da bilər. Yəni- Yəni eşcinsəlliyin ümumiyyətlə psixopatiya ilə o qədər çox əlaqəsi yoxdur. Yəni bir homoseksual psixopat da ola bilər, biseksual psixopat da ola bilər, yəni lezbiyan da psixopat ola bilər, normal insan, normal yəni orientasiyası olan da mən psixopat o ola obrazın bilər. üzərindən deyirdim ki, məsələn, özünü qatil kimi qadın görür. Qadın qatil görür özünü, amma şey kimi normalda kilsədə işləyən bir keşişdir. O maskalanmadır sadəcə. Psixopatlarda çoxmu olur bu? Elə əsas ən böyük elə maskalanma elə psixopatlarda olur da, manyaklarda olur. Çox durumu Çikatilanın Hə. tarixçəsi çoxumuza məlumdur. Hətta onu həyatını araşdıran bir müstəntiq 30 ildən sonra o həbs olunur, edam səhifasına çıxarılır, ondan sonra istefa verir işindən. Belə baxanda. Belə çıxır ki, onda bu seriya qatillərin, serial qatillərin hamısı psixopatlardır. Bəli. Amma burada xırda bir məqamı unutmaq lazım deyil. O kütləvi şəkildə qətl törədən adamlar var. Girdi, məsəl üçün, 10 nəfəri. avtomatdan 10 nəfəri güllələdi. Bu psixopat olması bunun şərt deyil. Affektal ola bilər. Sadəcə psixopata bənzər bir davranışdır. Amma planlı şəkildə, Qətl törədilsin. seriya şəkildə qətllər bu artıq psixopat işidir. Bu qisas da deyil, bu sadəcə bundan bu Psixopat işdən zövq ümumiyyətlə heç kimdən qisas almır. Zövq alırmı o? Sadəcə ondan zövq alır. Zövq alır, elə? Bəli. Yəni qisas alan narsistlərdir məsələn. Yəni çox Narsistlər də qatil ola bilirmi? narsistlər o halda qatil olur ki, bilir ki, onun yəni cinayəti cəzasız qalacaq. Özünü sevdiyinə görə, yəni Bəlkə ola bilsin ki, arxası böyükdür, bəlkə ola bilsin ki, pulu çoxdur. Yəni ən azından heç olmasa inanır ki, cinayəti cəzasız qalacaq. Yəni ona görə. Yəni narsisin belə deyək də o cəza evində, türmədə, zindanda qalmaq kimi bir istəyi yoxdur da. Əslində yox. Hə, yəni ki, mən ora layiq deyiləm deyirdi. Yəni özünü o şəkildə deyir. Hər psixopat eyni zamanda da narsistdir, bunu unutmayın. Bu çox karonlu sözdür. Yəni hər psixopat eyni zamanda da narsistdir. Yəni narsistliyi təkcə təmin edən məsələ var. Biri var ki, adam özündən razı olsun. Gəlin deyək ki, etap deyək də. Yəni bunun tam aydın olsun. Biri var megaloman. Yəni insanda
narsistik keyfiyyətlər var. Deyir ki, mən eləyəm, mən beləyəm, mən dağı üstünə qoyuram, mən ən yaxşıyam, ən yaraşıqlıyam. Kəndini bəyənmiş. Bu hələ narsizm deyil. Narsizm olması üçün istismar olmalıdır. Yəni insanları mənəvi və maddi cəhətdən istismar eləmək, həyatını necə deyirlər, doğru deyirlərsə qara əskiyə bükmək. Amma psixopatda isə həm megalomaniya var, özündən razılıq var, həm istismar var, amma həm də əlavə bir şey var ki, vicdan yoxdur, qorxulu, təhlükəli. Yəni psixopat bunların ikisini də əhatə eləyir. Deməli, hər elə bir ki, megaloman narsist deyil, amma hər narsist eyni zamanda da megalomandır. Hər psixopat narsist deyil, amma hər narsist psixopat deyil. Deməli, psixopat həm megalomandır, həm də eyni zamanda narsistdir. O belə. Biz bundan öncəki verilişimizdə parapsixoloq Əhmədovu dəvət eləmişdik. Yeri gəlmişkən elə studiyamızda bizi izləyir və sizin bir münasibətiniz də var aranızda. Sizin mən bilmək istəyirəm ki, bax bu sahələr get-gedə çoxalır da. Yəni biz 90-cı illərdə mənim uşaqlığım düşüb, həkim sahələri çox az idi. Yəni indi NLP təlimçisi var, nə bilim psixoterapevt var falan bəs məkən. Düzdür, bunlar əvvəlcədən də olub, amma yeni belə ixtisaslar çoxalır, həkim peşələri çoxalır. Bax siz psixoterapevtsiz, Əhməd bəy də parapsixoloqdur. Siz hansı sahələrə baxırsınız? Hansı xəstəliyi olan adamlar sizə müraciət eləməlidir? Hansı parapsixoloqa müraciət eləməlidir? Hansı psixoloqa və yaxud da ki, sizin eyni dərdi olan pasiyenti hansı hissəsini siz müalicə edirsiniz, hansı hissəsini parapsixoloq müalicə edir? Belə deyək də, parapsixoloji səbəbləri mən Əhməd bəy kimi dərindən bilmirəm. Yəni, eterik bədən deyilən bir bədən var. Yəni, əsas o bədəndən işlənilir. Amma mənim məşğul olduğum sahələr əsasən həyəcan pozuntularıdır. Bu, sayrışan hallar nevroz ola bilər, panik atak pozuntusu ola bilər, spesifik fobiyalar ola bilər. Məsəl üçün, deyək ki, qapalı yerlərdən qorxudur, aqorafobiyadır, akrafobiyadır, auliofobiyadır, kinofobiyadır, məsəl üçün. Və yaxud da depressiya ola bilər və yaxud da ailə daxili münaqişələr ola bilər. Yəni, insanlarla yola gedə bilməmə, ortaq nöqtələrə tapa bilməli, insanın həyatda özünü tapa bilməməsi, psixoloji ağrılardır, psixoloji allergiyalardır, pis vərdişlər və davranışlar da təbii ki, burada narkotik maddə içki asılılığı istisna olmaqla, çünki o narkoloqun işidir, həkim narkoloq, yəni onun üçün ayrıca dispanser var. Yəni, bu siqaret çəkmə davranışı ola bilər, ondan sonra şəkərdən asıllıq ola bilər, insan deyək ki, dırnaq yemə alışqanlığı ola bilər, saçını qopartma alışqanlığı ola bilər və yaxud da psixotravmalar ola bilər, insan o hadisələri hansı ki, yaddan çıxarda bilmir, zorakılıq ola bilər. Bu kimi problemlərlə mən işləyirəm birbaşa olaraq. Siz bu problemlərlə işləyirsiniz. Hansı işləri ortaq görə bilirsiniz? Məsələn, şizofreniya xəstəliyinin onun haqqında danışmaq istəyirəm. Biz ortaq yaxşı nəticə əldə eləmişik paranoid şizofreniyada. Təbii ki, burada dərman müalicəsi ilə paralel getmə, necə deyirlər, şərti ilə. Çünki o psixotik pozuntudur. Orada dərman müalicəsi də şərtdir ki, o psixozu götürmək üçün. Stimullaşdırmaq. Növbəti mövzulardan birini, yəni sizi bir dəfə də dəvət edərik inşallah. Növbəti mövzulardan birinin panik atakla eləmək olar. Çünki mən özüm də videolar çəkdim. Yəni çox insan əziyyət çəkib bu durumda. Məsələn, mən panik atakla bağlı bir video hazırladım. Sırf informativ reels videosu idi, 3 dəqiqəlik. Yəni bu TikTok hesabımda 450.000 baxılıb 2 gün ərzində. Bu çox belə və mən düşünürdüm ki, yəni bu qədər olmaz da adam. Və inanırsınız, orada şərh yazanların əksəriyyəti yazır ki, məndə də var, məndə də var. Panik atak demək olar ki, bugün 3-4 nəfərdən biri deyir ki, məndə panik atak var da. Amma bir dənə fərqləndirmək lazımdır da. Baxın, hər bir şeyi panik atak adlandırmaq olmaz. İnsan bəzən deyir ki, mən qapalı yerlərdə olanda məndə panika əmələ gəlir və yaxud da insanların çox olduğu yerlərdə olanda və yaxud da evdən bayıra çıxanda bu panik atak deyil, bu aqorafobiyadır. Panik atak üçün yəni xüsusi səbəb lazım deyil. Yəni yatdığın yerdə də o səni tuta bilər. Birdən-birə gələn ölüm qorxusudur. Amma aqorafobiyada, məsələn, deyək ki, insanların çox toplaşdığı yerə gedə bilmirsən də, metrodur, bir də avtobus kimi qapalı. Orada nədir? Orada başqadır.
vaxtında yardım ala bilməyəcəm deyə olan qorxudur. Birdən mənə nəsə bir şey olar və mən vaxtında yardım ala bilmərəm və yaxud da yardımı özümü vaxtında çatdıra bilmərəm. Hətta Bu başqa şeydir. Bu düzdür. Bu da istənilən həyəcan pozuntusu insanda panika halı yarada bilər. Amma bu panik atakın özü deyil. Panik atak xəstəsi var idi. YouTube-da qarşıma çıxdı videodur. Öz maşınında çəkmişdi öz videosunu. Xəstəxananın yanında maşını saxlayıb maşında yatır. O aqorofobiyadır artıq, panik atak deyil. Yəni artıq ki birdən panik atakım tutar, özümü tez bu şeyə Yox, o cür aqorofobiyadır. Fərqli şeylərdir. Yəni o daha doğrusu panik atak gedişatlı aqorofobiyadır. Məncə bu mövzu, panik atak mövzusu geniş mövzudur. Bu növbəti bir müzakirə eləyərik inşallah. Və əgər bizim tamaşaçılarımız bura qədər baxıblarsa, videomuzu bəyənsinlər və panik atakla bağlı hər hansı bir sualları varsa şərhə yazsınlar. Biz həmin o sualları da toplayarıq, öz suallarımızla beraber bir dəfə bir mövzuda eləyərik. Məncə biz psixopatlarla bağlı hər şeyi danışdıq. Demək olar ki, bəli. Mənim bir sualım var. Sizə icazə versəniz. Buyurun. Yekunlaşdıraq onu da. Psixopatlar dost məsələsində necədirlər? Özlərinə dost seçə bilirlər? Psixopatda ümumiyyətlə dost anlayışı yoxdur. Yəni, psixopatın gözündə sən yalnız və yalnız öz funksiyanı icra eləyən bir, necə deyirlər? Vasitəsən. Psixopatda ümumiyyətlə dost, yaxın, canciyər belə bir anlayışı yoxdur. Psixopatın gözündə sən bir fiqursan. Bəli, funksiyanı icra eləyə bilirsənsə, o səninlədir. Funksiyanı icra eləyə bilmirsənsə, artıq səninlə deyil. Demək ki, psixopatlar bir qrup yarada bilməzlər də. Məsələn, tələblər... Qrup yaradırlar, yox, elə əsas onlar yaradırlar da, amma başqa ad altında. Güya ki, necə deyirlər, bunlar bu yaxşı adamdır, gözəl insandır, hamının yaxşılığını istəyir. Burada məqsəd var həmişə. Hə, məqsədli... Yəni, amma belə deyək də, biri var boss, patron, biri də var ki, lider. Yəni, lider elə bir varlıqdır ki, elə bir insana deyilir ki, düzdür, idarə edir, amma başqalarının fikirlərini də nəzərə alır. Bax, bir dənə də məndə sual. Amma psixopatda belə deyil. Sual yarandı. Mən və siz. Yeri gəlmişkən ayırır. Bədənimizdə gedən proseslər hamısı kimyəvi proseslərdir. Əslində beyin özü də bir kimyadır. Neyro necə deyirlər? Elə bir ki, hormonal proseslərdir. Neyrohumoral deyirlər. Tənzimlənir. Bu kimyanı dəyişməklə, məsələn, tutaq ki, deyirik, məsələn, adam deyir, pis adam idi, yıxıldı, başından zərbə aldı, bir də gördün, yaxşılaşdı. Bu kinolarda olur. Həmin bu psixopatı bir kimyəvi bir dəyişkini, narkotik versək məsələn ona və yaxud haradan bir o keçici ruh halında nəsə ola bilər. Yəni o da və yaxud bir dini inanca inandırsan bunu. Xeyr. Dini bir psixopat üçün hər bir şey manipulyasiya üçün bir vasitədir. Dindirsə, səni dinlə manipulyasiya eləyəcək. Əgər xeyriyyə necə də qurumunda işləyirsə, duyğularını sömürərək manipulyasiya edəcək. Deməli, bunun duyğudan başqa çıxır. Siyasətçidirsə, ideologiya ilə manipulyasiya edəcək. Deməli, bunun duyğudan başqa başı çıxır, teoretik olaraq. Teoretik olaraq bilir ki, bu adamlar... Baxın, başa salım da sizə də. Kişi ginekoloq görmüsünüz də, düzdür? Eşitmişəm. Biz işləyirik. Yəni, o qədər var ki, kişi ginekoloq da. Yəni, kişinin ginekoloq olması üçün hökmən deyək ki, cinsini dəyişdirib qadın olmalıdır və hamilə qalmalıdır. Elmdir də, bu düzdür. Yəni, bilişim mexanizmini bilirsən. Yəni, amma sadəcə onu hiss edə bilmirsən. Burada fərq orasındadır. Psixopatlar da duyğuyla tanışdılar, amma özlərini hiss eləmir. Yəni, bilmirlər, o bilmir ki, sevinc nə olan şeydir. O bilmir ki, fəxr eləmək, fəxarət duyğusu nə olan şeydir. O bilmir ki, qürur nə olan şeydir. Peşmançılıq nə olan bir şeydir. Mərhəmət nə olan bir şeydir. Yəni, bunları bilmir onlar. Yəni, o da ağlaya da bilməzlər də olar. Ağlamaq demək olar ki, yox. Manipulyativ olaraq nəsə manipulyativ qəsdən özlərindən göz yaşı çıxarda bilərlər. Yəni, artistik olurlar. Çox yaxşı yanaşmadır. Özlərindən göz yaşı çıxartmır. Elə bilirlər. Bədii yanaşmadır. Yəni, psixopat dedikdə həqiqətən də yırtıcı, ruhsuz bir bədən başa düşülür də. Yəni təbiətin, narsizm onun yanında heç nədir. Narsist yenə insandır belə baxanda. Yaxşı, öz övladına qarşı da heç bir fərqi yoxdur, heç nə. Övladına sevgi göstərirmiş kimi görünə bilər. Amma başını sığallamayacaq. Amma manipulyasiyadır yenə də. Hələ, hər biri manipulyasiyadır. Bir ana
psixopat qadın. Olur. Anada axı bir balasına qarşı bir Olmur. şəfqət Heç nə olmur. Heç nə hiss eləmir. Çox Heç nə. düzdür, mən filmlərdə və Heç bir kitablarda şey rast hiss eləmir. gəlmişəm. Psixopat Onda o ana ananı, olmasa. o uşağı aparıb o zibil qabına atan ana psixopatdır. Hər zaman yox. Qadın şokdan da onu eləyə bilər. Çünki elə bir şeyi başına alıb ki, istənməyən bir hamiləlikdə. Onu hər zaman elə yazmaq olmaz ona. O da ola bilər səbəb, bəli. Amma şokdan da ola bilər. Çünki şok dövründə insan bir stresslə qarşılaşanda, yəni bir çox mərhələlər elə bir ki, keçirilir. Birincisi şok mərhələsidir. Orada artıq sən bilmirsən ki, vəziyyət nə olacaq. İkincisi sorğulama mərhələsidir. Burada insan ya özünü günahlandırır, ya başqalarını günahlandırır. Üçüncüsü bastırma mərhələsidir. Bəzən insan problem o qədər ağır gəlir ki, onu görməzdən gəlir. Dördüncüsü də qəbul eləmə mərhələsidir ki, zaten var, daha heç nə deyə bilmərik. Çox maraqlı, informativ və Dolu bir faydalı podkast oldu. Bəli, dolu bir podkast oldu. Mən həqiqətən də yəni bizim Qara Qırmızı layihəmizdə gələn ən maraqlı qonaqlar sırasına daxil eləyə bilərəm sizi. Çünki həm danışığınız, həm izah eləmək qabiliyyətiniz maşallah çox yaxşıdır. Sizə təşəkkür eləyirik. Əhməd bəyə də təşəkkür eləyirik ki, sizi bizlə tanış elədi. Belə, məncə yekunlaşdırmaq olar. Əlavə sualın yoxdursa. Yox, əlavə sualım yoxdur, bir qeydim var. Bugün 29 mart bizim birlikdə Qara Qırmızını aparmağımızın 1 ili tamam oldu. Düzdür, Bahadur daha əvvəl də Qara Qırmızı layihəsini aparıb. Arada mən Bahaduru tək qoymuşam, amma ən azından bir layihədə, bir işin içində 1 il olmağım çox nadir hadisədir. Mənim üçün əlamətlərdir. Ümid edirəm ki, 100-cü podkastımızı da bu studiyada və yaxud daha gözəl bir studiyada qeyd edərik. İndiyə qədər çox maraqlı qonaqlarımız olub. Hər birinə bir daha təşəkkür edirəm. Bizimlə olduqlarına görə, bizimlə söhbət elədiklərinə görə, bizlə dərdləşdiklərinə görə hesab edirəm ki, elə yaxın ili də sizlə bərabər olmağa çalışacağıq. Məncə bizlə çox maraqlıdır və sizlərin sayəsində maraqlıdır. Təbrik edirəm Bahadur səni, uğurlar arzulayıram özümüzə. Mən də səni təbrik edirəm. Mən də sizi təbrik edirəm. Təşəkkür edirik. Çox sağ olun. Çox sağ olun. Belə dostlar, videomuzu bəyənməyi, paylaşmağı unutmayın. Suallarınızı şərhə yazın. Suallarınızı oxuyub bizə qonağımıza yönləndirərik və sizin öz YouTube, TikTok, Instagram kanallarınız var. Necə gedir? The Dark NLP. The Dark NLP. Qara nə bilim. Yəni elə gedir də, yəni NLP-nin qaranlıq tərəfi. Qaranlıq tərəfi. Akademiyada budur. Psixopatlarla, yəni təhlükəli insanlarla başa çıxma, necə deyirlər, sahəsində. Psixopat, sosiopat, narsist, duyğusal olaraq nataraz və paranoid insanlar. Belə, sağ olun, sağlıqla qalın.